Salam, hər vaxtınız xeyir, hörmətli həmkəndlərim. Sizə 2026-cı il mart ayında Təzəvvud Kənd Xeyriyyə Fonduna toplanan və xərclənən pullar haqqında qısa məlumat verəcəm. Bu ay fondumuza keçən aydan qalan pulla bərabər 3612 manat pul toplanıb. Kəndimizdən olan əstəminatlı ailələrə ərzaq yardım edilib. 33 ailə üçün ərzaqlara 1912 manat pul xərclənib. 300 manat isə kəndimizdən olan 3 aztəminatlı tələbə qızımızın kirayə pulunun ödənməsinə köməklik göstərilib. 103 manat isə keçən ay aldığımız işıqların quraşdırılmasına xərclənib. Hardasa 300 metrdən çox yol yenidən işıqlandırılıb. Ümumilikdə fondumuzda 1297 manat pul qalıb. Qeyd edim ki, asfaltlanma işi üçün fonda göndərilən pullar da çıxarılıb, ümumi siyahı qeyd edilib və ümumi pulun üzərinə qoyulub. İnşallah aprel ayının sonu, may ayının əvvəli hava şəraitinə uyğun olduğu zaman asfaltlanma işinə start veriləcək.